Abiyev Murad Beyoğlu. Təvəllüdünüz? 1931. Sex rəisi olmazdan qabaq nə ilə məşğul idiniz? İdmanla. Bəs necə olub ki, birdən-birə siz sex rəisi olmuşsunuz? Deyəsən, sualım sizə aydın olmadı. Soruşuram, necə olub ki, istehsalatdan, iqtisadiyyatdan xəbəriniz olmadığı halda sex rəisi olmuşsunuz? Ərzə yazmışam, qəbul edebilir. Bəs niyə məhz sexə? Hardan bilirdiniz ki, belə bir sex var? Kimsə demişdi. Kim? Niyə susursunuz? Kim məsləhət görmüşdü ora getməyə? Yadımda deyil. Deməli, tezliklə ayrılırıq. Bunu siz yaxşı bilirsiniz. Başa düşürsünüz ki, bu görüşümüzdən sonra əgər sizə verilən ittihamla razısınızsa, iş məhkəməyə gedəcək. Başa düşürüm.